Naşir Qəşəm İsabəyli və ləzgi şairi Məhəmməd Ağa. Hər dil doğmadır bizə, Azərbaycan türkünə. Talış, ləzgi, yəhudi, Kürd, xınalıq, tat, tatar, Rus, saxur, inqiloy, avar. Bir sözlə yurdumuzda nə qədər dil, ləhcə var, az qala hamısında kitab nəşrləmişik, nəşr edirik hələ də. Bir gün Şirvan nəşrdə oturmuşdum fikirli, birdən qapı açıldı, buğulu bir kişi girdi. Mən Məhəmməd Ağayam, Əvəcubdan gəlmişəm, sizə ləzgi dilində şeirlər gətirmişəm. Xoş gəlib səfa gətirin Məhəmməd Ağa bizə, təzə nəfəs verəcək şeirimizə. Baxdım əl yazmasına, baxdım ləzgi qonağa, bunu çətin yazarıq, çətin Məhəmməd Ağa. Can müəllim amandır, burada nə çətin iş var. Görürəm qızlarınız qoçaq qızdır, yazarlar. Məhəmməd Ağa bunlar ləzgicə bilmir axı. Məsləhət də deyil heç bilmələri ləzgicə. Bura Dağıstan deyil, bura Ləzgistan deyil. Bazara getməcəklər, güzara getməcəklər. Böyük qardaşımızın Rusun hərfləri ilə asta-asta yazarlar. Burada nə çətin iş var. Birdən siyasi filan səhv olub eləməz ki, tez qapıb papağını baş endirdi qabağa. Bununla cavab deyəm. Girişdilər yazmağa qızlar barmaq hesabı, 15 günə çapa da hazırladıq kitabı. Bir də gördük ley kimi girdi Məhəmməd Ağa. Can müəllim gəlmişəm, pullar döş cibimdədir. Hələ pulları saxla. Niyə, nə olubdu can? Burada bəzi suallar bizi qorxudur yaman. Hansı sual, nə sual salıb sizi çətinə? Ölkəmizin adını deyə bilərsənmi, hə? Necə deyə bilmərəm, can Azərbaycandır, can. İkinci bir dövlət də ola bilərmi burada? Hünəri çatmaz ola. Bəs bu Ləzgistan nədir? Vallahi orada qusarda hamı Ləzgistan deyir. İnzibatı xəritədə Ləzgistan yoxdur axı. Olsaydı nə olarmış? Olsaydı olardı ki, yoxdur ki, yoxdur demək. Yəni pulla, parayla, rüşvətlə, zadla keçməz. Bilirsən nə iş olar, hamı sevinər orada. Yoxsa məni tutturub nəşriyyatı bağlamaq fikri ilə gəlmisənmiş bura Məhəmməd Ağa. Dilin ağzın qurumasın, bu nə sözdür deyirsən? İki millətin yanında məni pərt eləyirsən. Biz ləzgiyik, ləzginin xain işdə əli olmaz. Min cürə əməli olar, amma pis əməli olmaz. İcazə verir misən çıxaraq Ləzgistanı? Əlbəttə, ziyandırsa saxlamaq niyə canım? Burada qusar yazırsan, danmıram söz mənimdir. Canıdır Ləzgistanın, imtina eləmirəm. Axı paytaxt Bakıdır, qusar paytaxt yazılmaz. Yazılsa nə olarmış? Olsaydı olardı ki, yoxdur ki, yoxdur demək. Yəni pulla, parayla, rüşvətlə, zadla keçməz. Bilirsən nə iş olar, hamı sevinər orada. Yoxsa məni tutturub nəşriyyatı bağlamaq fikri ilə gəlmisənmiş bura Məhəmməd Ağa. Dilin ağzın qurumasın, bu nə sözdür deyirsən? İki millətin yanında məni pərt eləyirsən. Biz ləzgiyik, ləzginin xain işdə əli olmaz. Min cürə əməli olar, amma pis əməli olmaz. İcazə verir misən çıxaraq Ləzgistanı? Əlbəttə, ziyandırsa saxlamaq niyə canım? Sən Samurdan yazırsan, güya ki Arazdır bu. Düz yazmışam müəllim, qorxdum hələ azdır bu. Araz da dərdimizdir, Samur da dərdimizdir. İki yerə bölünən qəmli ürəyimizdir. Hər sərhəddi keçəndə Rusiya tərəflərə, göyüm göynəmir ürəyim nahaq yerə. Dərbəndi demirsən heç, nə deyim? 18-ci əsrin 96 ilində Rus çarı vurub alıb Dərbəndi əlimizdən, qəbristanlığı filanı dili də dilimizdən. Bizim nə təqsirimiz Rusdur bölən ləzgini.
Niyə bizə tuşlanır ləzgi gəncininkini? Ləzgi qardaşlarımız yaxşıca bilməli idi. Dərbəndi rus alıbsa, Samur bölünməli idi. Nə eləməli müəllim, taledir bu şübhəsiz. Qoy yaşayaq Samurun hər iki üzündə biz. Ləzgicə danışırıq, heç kim etməyib yasaq. Kimdir bizi ayıran, özümüz ayrılmasaq.